Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev İrəvana səfər edib. Qlobal İnfo xəbər verir ki, Ermənistanın Hraparak qəzeti Şahin Mustafayevlə bağlı maraqlı məqalə yayımlayıb. Nəşr Mustafayevin Ermənistanın Noyemberyan icmasının Cücevan bölgəsində doğulub böyüdüyü mühitdən yazıb. Hraparak Şahin Mustafayevin müəllimləri və onu tanıyanlarla əlaqə saxlayıb. Kənd sakinləri Mustafayevin Cücevanda yaşayan yeganə Azərbaycanlı ailənin tək oğlu olduğunu bildiriblər. Hazırda Cücevanda orta məktəb müəllimi işləyən Yeqişi Petrosyan Mustafayevlə uşaqlığının bir keçdiyini deyib və bəzi xatirələrini bölüşüb. Stat: Biz onunla çox yaxşı dost idik, oyunlar oynayırdıq, ona Şahin deyirdik. 1979-cu ildə onun 14 yaşı olarkən Noyemberyandakı Karmirqiyuq dağında bir ağacın gövdəsinə əlinə balta alaraq erməni hərfləri ilə öz adını yazmışdı. Atası fermer idi, özü çox yaxşı oxuyurdu, qiymətləri əla idi. Statın sonu. Cücevan məktəbində erməni dili və ədəbiyyatı fənnini tədris edən Anuş Aleksanyan Mustafayevin müəllimi olduğunu söyləyib. Stat: Onu yaxşı xatırlayıram. Bir dəfə səhər gözləri qızarmış formada dərsə gəlmişdi. Ondan nə olduğunu soruşdum. Mənə dedi ki, Stepan Zoryanın Erməni qalası əsərini oxuyub, çox təsirlənib və kövrəlib. Şahinin hər kəslə münasibəti yaxşı idi. Şahin Cücevanda 8 illik məktəbi əla qiymətlərlə bitirdi. Onlar Qarabağ hadisələri başladıqdan sonra Azərbaycana köçdülər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.